gediblər. Bizim indi o məhəlləmiz ki, biz orada böyümüşük, görürəm artıq yaşlı nəsil gedib, başqa bir nəsil gəlib. İndi görürsən ki, o başqa, biz uşaq idik, onlar atalarımız idi, analarımız idi, onlar gedib, indi biz ata-ana olmuşuq ki, biz getməkdəyik, indi yeni nəsil orada. Mən ölülərin yerində yaşayan adamam. Görün, necə dəqiq qiymətini verir dünyanın. Sual, bunlar bəs həyatı acılaşdırmaz? Bunları başa düşəndə. Bəli, acılaşdırır. Təbii ki, həyatı acılaşdırır. Axı, bəs şirin yaşamaq istəyirik. Əli əleyhissalam bu acılıqları deyəndən sonra deyəcək şirinliyin mənbəyi haradadır? Şirin yaşamaq üçün reallığı təhrif eləyib, xəyalına qapılıb şirin yaşamaq lazım deyil. Özümüzü aldadıb şirin yaşamaqdan nə olar? Özümüzü aldadıb şirin yaşamaqdan nə olar? Reallığı gör, acı da olsa, sonra başqa yerdən şirinliyi gətir həyatıva ki, o yeri də Həzrət Əli göstərəcək. Həzrət Əli əleyhissalam pərdəni çəkir dünyanın üzərindən. Dünya acı olur, düzdür, acı olur. Axı, mən acı yaşamaq istəmirəm. Biraz səbr elə, şirinliyi gələcək. Bu acı tərəfinə biraz döz. Cəmaatın çoxu dinlə ona görə düz gəlmir ki, səbri çatmır. Deyirsən, belə deyir, nə oldu filan? Axı, sən neynəmək istəyirsən? Sən istəyirsən ki, yalandan acıları şirin kimi özvə qəbul etdirib, özvü aldadıb yaşayasan. Yox, sən əvvəl bu acılıqları qəbul elə, sonra gör ki, bəs şirinlik hardan gəlməlidir?